Hər dərinin özünün ehtiyacı olan məhsullar var. Mənim effektini gördüyüm məhsul sizin dərinizdə işləməyə bilər. Biz bu qədər məhsullar istifadə edirik xanımlar olaraq. Amma kişilər heç demək olar ki, heç nə istifadə eləmirlər. Amma onların üzlərləri o qədər gözəl olur ki, həqiqətən qısqanıram. Təəssüf ki, qadın və kişi hormonal olaraq çox fərqli bir varlıqlardır və qadının ay ərzində bir neçə hormon dəyişiklikləri olduğundan dərisində böyük problemlər yaşamağı tamamilə normaldır. Məsələn, mən yağlı dəri tipinə sahibəm. Rəfiqəm var, o da eyni mənim kimi yağlı dəri tipinə malikdir. Ona çox yaxşı düşən məhsul mən istifadə etdikdə heç də eyni nəticəni almıram. Məhsul seçəndə ən birinci üz yumamızı düzgün seçməliyik, dərimizə uyğun. Makiyajsız özünə güvənlə gəzməyin ən birinci yolu rutindən keçir. İradə xanım, bəs biz məhsul seçərkən necə bilək ki, bu tərkib bizim üçün yaxşıdır, bizim dəri tipimiz üçün yaxşıdır? Dərimiz 28 gündə bir yenilənir. Amma bunu retinoidlərlə, turşularla və s. qısaltmaq olur. 14 gündə yenilənmə, peelinglər dediyimiz indi çox məşhurdur. 14 günə salmaq olur. Ona görə mən qidaları üzə vurmağın tam qarşısındayam. Yəni heç razı deyiləm bu fikirlə.